Belə bir maraqlı sualın izahını çəkirəm mən sizlər üçün. Deməli, bizə nə deyir? Deyir, müstəvini kəsməyən parçaların ucları ondan 30 və 50 santimetrlik məsafədədir. Yəni, mən bura 30, bura isə 50 yazıram. Və bizə deyir ki, parça 3-7 nisbətində olaraq 2 hissəyə bölünüb. Və bizə deyir ki, həmin müstəvidən ən çox hansı məsafədə olar? Ona görə biz bu məsələni həll etmək üçün, bu bizim düz xəttimizdir. Aha. Düz xəttdən buradan bir belə məsafə qeyd etsəm, yəni bura 30, onda yerdə 20 qalır. Və bizə deyir ki, birinci gəlin bunu 2 hissəyə bölək, yəni 3K-nın 7K-ya nisbətində bölək. Və buradan bura qədər bir məsafəyə bir X deyək. Buradan üçbucağın oxşarlığından alacağım ki, 3K-nın X-a nisbəti bərabərdir 10K-nın, deməli 20-yə nisbəti. Buradan X-ın 6 olduğunu tapdım. Deməli, buradan bura 6-dırsa, buradan bura məsafəmiz də neçə idi? 30 idi. Yəni 6 + 30 bərabərdir 36. İndi gəlin ikinci hissəsinə baxaq. İndi elə təsəvvür edək ki, buradakı məsafələrimiz, və buranı silirəm. İndi də təsəvvür edək ki, buradakı bizim məsafələrimiz olsun 7K-nın 3K-ya nisbəti. Və buradan bura məsafəni bir T ilə işarə eləsəm, yenə üçbucaq bərabərliyindən istifadə edəcəm. 7K-nın T-yə nisbəti bərabərdir 10K-nın 20-yə nisbəti. Buradan da T-nin deməli 14 olduğunu tapdıq. Əgər buradan bura 14-dürsə, buradan burada nə idi? 30 idi. Yəni 14 + 30 olacaq 44. Bizdən də ən deməli çox məsafəni soruşduğuna görə məsafəmiz oldu 44.